Davay, başladıq. Aha. Hə, gəlin indi yoxlayaq görək Lalə bir şey bilirmi? Sınaq imtahanı gedir. Mod x bərabərdir x. Modul x bərabərdir mənfi x. Modul x çıx 4 bərabərdir x çıx 4. Modul x plus 5 bərabərdir x plus 5. Modul x çıx 6 bərabərdir mənfi x plus 6. Baxaq görək uşaqlar, Lalə nəsə bilirmi? Sınaq imtahanıdır. Belə bir suallar çıxıb. Buyur Lalə, birincini həll elə. Birinci müəllim müsbət olur. Ona görə x böyük bərabər. Nəysə, Lalə bəxtəbəxt danışır uşaqlar. Ona görə Lalənin danışığını saxlayırıq, keçirik Aysuna. Davay. Bundan sonra Laləni bir dəfə də danışdıracağıq. Aysu danış. Modul x bərabərdir x olduğuna görə x müsbət qiymət olur. 0 ola bilər bəs? Bəli, müsbət və 0 olur. Onda x böyük bərabər 0. Aha. Gecəm də müəllim. Burada x mənfidir. Ona görə x kiçik bərabərdir 0. X kiçik bərabər 0. Aha. Burada olduğu kimi çıxdığına görə x çıx 4 böyük bərabər. İçərdəki, hə? İçərdəki x çıx 4 böyük bərabər 0. Burada öz olduğu kimi çıxdığına görə x plus 5 böyük bərabər 0. Aha, uşaqlarımın davamını bilirsiniz də. Keçir o tərəfə. Məsələn, belə. Bilirsiniz bunu. Sonra? Burada x çıx 6 mənfiyə vurulub çıxıb. Yəni x çıx 6 kiçik bərabərdir 0. Vəssalam. İndi uşaqlar təzədən Laləni imtahan edirik. Kim bildisə qabağa verə bilər. Bizdə kvadrat köşkdə biraz çətinlik var. Biraz kvadrat köşk işləyində elə bir 2 dənə test işləyib sizin yazdığınız kart. Deyim. Birinci müsbət olduğuna görə böyük bərabərdə olur. Aha. İkinci mənfi olduğuna görə kiçik bərabərdə 0 olur. Aha. Üçüncü olduğu kimi çıxıb deyə böyük bərabərdə İçərdəki, hə? böyük bərabərdə 0 olur. Bunu da belə həll eləyirlər də, hə? Sonra Fərqli çıxdığına, müxtəlif çıxdığına görə mənfiyə vurub çıxartdı. Bəli. İçərdəki. O sözü vurğula. İçərdəki mənfi. Uşaqlar görürsüz, Lalə birinci dəfə deyənmədi, ikinci dəfə deyənmədi, üçüncü dəfə dedi. Yəni sən nə qədər zəif olursan ol, 5 dəfə də olsa deyə bilirsən də deməli. Heç bir fərq yoxdur. Bundan sonra deməli bir dənə burada bunu yadda saxlamaq üçün bunu vaxt ayırmaq lazımdır. Gözü burada da mən sizə sübut eləyirəm ki, kimliyinə asılı olmaq hər kəs hər şeyi öyrənə bilər. Yəni bu abituriyent safından söhbət gedir. Adam var 10 dəfə öyrənir, adam var Lalə kimi 3 dəfəyə, adam var 2 dəfəyə. Hərədə bir cür alınır. Fakt gördünüz də, bu cür misallar alınır. İndi Mənim biri məsələn, hansı? Bunu eləmişik. Aha. Uşaqlar, diqqətlə baxın, görək Lalə bu misala. Bu sintezdir uşaqlar. Bütün köhnə bildiklərimizi, təzə hamısını birləşdiriblər, təzə bir, çətin bir misal düzəldiblər. Görək Lalə bunu həll eləyə bilərmi? Diqqətimiz burada olsun. Lalə danış. kök gedir. Malades. Birinci addımı çox xoşuma gəldi Lalənin. Modada çıxardırıq. Ondan sonra yol olur da mən. Bəli, birinci addımı Lalənin budur. Görək Lalə birinci addımdan sonra hansı fikri yürüdəcək? Sonra içərinin mənfi və müsbət olduğunu tapmağa çalışacağıq. Lalə məsələn bayaqdan elədiyi texnikanı görmür uşaqlar. Bayaqlarım elədi daha 4 dənə. Onu görə bilmədi burada. Görə bilmədi, bəli uşaqlar. Hə, müxtəlif çıxdığına görə kiçik mənfi. Ay sağ ol, gördün, yatmışdı Lalə. Ayıldı. Mənfiyə vurub çıxartdığını içəri özdə, hə? İçəri kiçik bərabər. Malades, əla. Görürsən? Deməli uşaqlar, bu Lalənin yatmış beynin biz nə etməliyik? Oyatmalıyıq. İndi Aysun desin uşaqlar 24'ü baxın. Burada 6 ilə Biraz möhkəm danış, xahiş edirəm. 6 ilə dərəcə gedəcək. Cütlər gedir, nə çıxır oradan? Modul x
Modul çıxır uşaqlar deyir cütlər gedib. Aha. Burada işarəsi əksinə çıxdığına görə Mənfiyə x vurur, bir, görsən, x bir kiçik bərabərdir 0-dan. Gördünüz? Sizin qabağınızda oturub işləyir. Fatma müəllimə deyir, onu tapmaq çətin. Gelin bakalım bir dənə. Nəydən? Kvadrat. Hə, gəl götür yaxşı. Axır düşür. Götür. Baxız, əməlli danışasın, işləmə. Başladıq. Bax. 2 dənə müsbət ədəd bir-birinə bərabərdirsə, onların kvadratları da sakit olun, bir-birinə bərabərdir Nihat. 2 müsbət ədəd bir-birinə bərabərdirsə, onların kvadratları da bir-birinə bərabərdir. 2 müsbət ədəd bir-birinə bərabərdirsə, onların kvadratları da bir-birinə nədir? Bərabər. Modul müsbət deməkdir. Hələ 0 qoyaq qırağa, mənfi deyil ki, yox. Nəticəsi müsbətdirsə, 2 müsbət ədəddirsə, onların özləri bərabər olduğu kimi kvadratları da bir-birinə nədir? Hətta burada bir daha müsbət və mənfi götürmək taktikasından işləmədik bunu. İkisinin kvadratları kvadrata yüksəltdik ikisində. Modulun kvadratı ilə də mötərizənin kvadratı eyni şeydir. İndi bunu nə edirik? Keçirdik o biri tərəfə. Çıx, bərabər elədik nəyə? 0-a. Kvadratlar fərqi var idi mövzu. Orada nə edirdik? Böyük mötərizə açırdıq. Hə? Bir dəfə onları çıxırdıq, bir dəfə onları nə edirdik? Toplayırdıq, bərabər nəyə? 0-a. X çıx 4, çıx x, çıx 3. Açdıq mötərizəni mənfi müsbətlə. X-lər getdi, qaldı mənfi 7. Burada da açanda 2x çıxaq neçə? 1. Mənfi. X-lər getdi mənfi 7, bu da 2x çıx 1. Sonra 0-ı 7-yə böldük. 0 elədi danışma. 2x bərabərdir 1, x də bərabər neçə? 2-də 1. Çox qəliz oldu bu sual. Yox, mən şeydir, sən baxın. Burada ikisinə götürürük də, hə? Deyəcəm. Yox. Gəl onun biraz başqa versiyasını eləyək. Yəni nə? Demədin ki, B4-dür. Başladıq. X minus 5 x plus 5 2x minus 1. Biraz da çətin elədik. 2 modul bir-birinə bərabərsə bir dəfə müsbət və mənfi eləməyəcəyik. Hər tərəfi kvadrata yüksəldirik. Nə vaxt dedin? Birinci Aydındır? Uşaqlar diqqətlə qulaq asın, siz də bizim kimi eləyin. Mən eləyəndən sonra videonu saxlayın, həmin şeyi bir də eləyin siz. Yaxşı, bax nə deyirəm onu eləyin. Aydındır bu? Keçdi o tərəfə, hə? Bu kvadratlar fərqidir. Elə kvadratlar fərqi mövzusunu təkrarlamış olaraq. Böyük mötərizə açılır. Vur böyük mötərizə bərabər nə? 0. Mötərizələrə dəyişmədən 2 dəfə köçürdürük. Dəyişmədən. Mötərizələri dəyişmədən 2 dəfə nə edirik? Köçürürük. Bir dəfə çıxma, bir dəfə nə? Üstə gəlmə. Gördünüz ortada. Mötərizənin üçün dəyişmədi. İndi bunu açırıq. X üstə gəl 5 çıxılsın. Çıx 2x üstə gəl nə? 1. Üstə gəl 5. Üstə gəl 2x çıx 1 bərabər nəyə? 0-a. Aydındır? Nə verir bu? Mənfi x üstə gəl neçə? 6. Bildiniz də mənfi x plus 6. Mötərizə açma dərsini kim bilmirsə heç modul təmin eləməsin. Qayıtsın mötərizə açma dərsinə. 3x plus 4 bərabər 0. Hasil 0 daxı. Ayrı-ayrı 0-a bərabər edirik. Mənfi x plus 6 bərabər 0. Bir də 3x plus 4 bərabər nə? 0. Orada mənfi x mənfi 6-dırsa, x müsbət 6-dır. 3x mənfi 4-dür, x də mənfi 4 böl 3-dür. Oldu. Dediyim kimi, kimə aydın olmadısa, qayıtsın, neynəsin, təzdən bunu eləsin. Oldu. Təzdən mütləq bunu eləmək lazımdır. Belə. Bunu öyrənmişdik də hə biz.
Mod x mənfi x-ə x kiçik bərabər 0. Bilmirəm ki, sadəcə Aha, və belə maraqlı bir dənə sual var. Bu sual həqiqətən çox çətin görsənir. Ortaq vuruq misalları asadlaşdırır. Sir dedim bax sənə bir dənə. Ortaq vuruq bu misalları nə edir? Asadlaşdırır. Bax. Mod x çıx 1 razısan. Müsbət 4 çıxartmaq olar çölə. Nə qalır orada? X çıx 1 bərabər neçəyə? 30-a. Çatır fikrim yoxsa yox? Çatır. Bildin 4 çıxartmağımı? Burada bir dənə, burada neçə dənə? 4 dənə. Nə oldu? 5 dənə. Bir də təzədən burada neçə dənədir Lalə? Bir dənə. Bir də yatma Lalə. Burada bir dənə, burada 4 dənə. Neçə oldu? 5 dənə. X çıx 1. 5-ə bölü neçə alır? 6. Bunu sürətlə denən görün bunun həllini. Denən sürətlə. 6 bərabər. X çıx 1. Bir dəfə. Müsbətə dökməmişsin. Bu niyə sürətlə? Denən bu sürətlə. 10 dəfə denən. Lalə 10 dəfə deyir uşaqlar, denən. X xızım 1 həm müsbət həm mənfisini yazırıq. Bir də təzədən. X xızım 1 həm müsbət həm də mənfisini. Bəs bunu görən kimi denəndə o sözü.